Fələq surəsi Quran-ı Kərimin 113-cü surələrindən biridir. Mənası aydınlığa çıxış və yaxud sübh deməkdir. Sonra Bismillahirrahmanirrahim. Rəhman və Rəhim Allahın adıyla. Qul əuzu bi rabbil fələq. De, sığınıram sübhün Rəbbinə və yaxud sabahın Rəbbinə. Keçək qrammatik demək analizə. Qul, qalə feilinin əmr formasıdır. Demək bu feil əcvab feillər qrupuna aiddir. Niyə görə? Çünki ərəb dilində ikinci kök hərfi vav və ya olan demək feillər əcvab feil sayılır. Demək qul feili qalə feilindən, əcvab feilindən törənib. Əuzu, sığınıram, indiki gələcək zamanda olan feildir. Birinci şəxsdədir və təkdədir. Həm kişi və həm də qadın cinsinə aiddir. Feilin kökü, yəni bunun keçmiş zamanı azə feilindəndir. Bi rabbil fələq, demək sübhün Rəbbinə və yaxud sabahın Rəbbinə. Bi rabbi kəlməsinə baxaq, hərfi cer, yəni bir ön qoşması, ön qoşma, üstəgəl mecrur isim, yəni üstəgəl Rabbi, demək bu yəlik halında olan isimdir, buna məcrur isim deyirlər və muzaf, yəni bi rabbil fələqi, bu söz birləşməsi, izafət birləşməsidir. İzafətin birinci tərəfi Rabbidir, ikinci tərəfi fələqdir. İzafətin birinci tərəfi əl artiklı neynəməz? Götürməz. Rabbi, demək burada nədir? Təyyinlənəndir. Fələq, əl-fələq. Sabahın və yaxud sübhün izafətin ikinci tərəfidir. Təyyindir, müəyyənlikdədir və yəlik halındadır. Burada bir ön qoşması Rabbi kəlməsinə təsir edir, yəlik halına sala bilər. Amma izafətin ikinci tərəfinin yəlik halında olması heç də bir ön qoşmasına görə deyil. İzafətin ikinci tərəfi daima yəlik halında olur. İkinci ayə. Min şərri mə xaləq, demək yaratdığı şeylərin şərrindən. Min şərrini qrammatik analizini eləyək. Car mecrur, yəni min ön qoşması və yəlik halında olan